Ben de bir şey söhbət edeyim millətimizə. Əlbəttə ki, bizim dostlarımız suçları olur, canlılarda bəzi sözlərə heç zaman toxunmurlar. Bizim indi əsas məsələmiz Güney Azərbaycanda böyük problemlərimiz cavanlarımızın sağlamlığıdır. Yəni belə deyim ki, indi məsələçi Cumhuriyet İslami o deyək ki, Molla rejimi heç zaman Azərbaycanın cavanlarını sağ-salamat istəmir. Çünki bilir ki, Azərbaycan orada 45 milyon gücdür və bir gün başarılı ola bilər. Mən toxunma yerim bir tərəf bu ehtiyat məsələsidir ki, Güney Azərbaycanda odur ki, mən eşidirəm və görürəm, dostlar mənə danışırlar. Güney Azərbaycanda bu ehtiyat məsələsi baş alıb gedir. Mən dostlarımızdan xahiş edirəm, bundan acizanə orada milli fəallarımızdan, orada yaşayan Azərbaycanlı soydaşlarımızdan. Birinci, bu yola heç birimiz getməməliyik. İkinci, əgər getmişiksə, bu yoldan biz dönməliyik. Bugünkü gün, əgər biz orada zərbə görürük, bunu yəqin bilin ki, Cumhuriyet İslaminin əli vardı bu ortalıqda və çalışır Azərbaycanın hərəkətinə və Azərbaycanın orada yaşayan xalqını zəhərləndirə və bu zəhərləndirməklə də o deyək ki, həm maddi qazancını götürür və həm mənəvi qazancını götürür. Mən xahiş edirəm millətimizdən, buradan acizanə xahiş edirəm. Hər yerdə gördüyünüz küçənizdə, bazarınızda, əgər məvad satan qonşuyuz var, oradan həttən onu uzaqlaşdırın o məhəllədə, onu yaşamağa imkan verməyin və onun yuvasını dağıdın. Mən sizdən xahiş edirəm. Biz özümüz bilirik ki, Cumhuriyet İslami necə orada bu işlərdən məşğuldur və hədəfi nədir və kimlərin əli ilə bu dağılır. Birinci, bu Sepahın əlindən dağılır, narkotik, uyuşturucu maddələr Sepahın əli ilə dağılır və Sepahın intizamı qismində də Agahın əli ilə dağılır. Və bunların bir tək hədəfi vardır ki, milli hərəkətdə fərq eləmir o coğrafiyada neçə ki xalq yaşayır, məsəl üçün Bəluçu da yaşayır, məsəl üçün Türkü, Azərbaycanlısı, bilmirəm, hər bir dildəki yaşayır, millət qeyri-fars. Orada bunları yerində oturtmaq üçün, bunları sustatmaq üçün ki, cavanlar başları aşağı olsun, daha başını qaldırıb, məsəl üçün, ətrafına baxmasın, bilməsin nələr keçir ətrafında. Bir tək elə problemi bu olsun ki, axşam bir qarın kürəyini tapsın, bir də geçsin məvadını tapsın. Mən sizdən acizanə xahiş edirəm. Heç zaman icazə verməyin ki, düşmən girsin cavanlarımızı o sistem zəhərləsin. Əlimizdən gələn qədər o fisab yuvasını dağıtmalıyıq və düşmanın planlarını orada biz kəsir, o deyər ki, biz düşmana izin verməyəcək ki, bizim cavanlarımızı oldur nabudluğa çəksin. Dünyanın heç yerində Cumhuriyet İslami zərf, yəni narkotik uyuşturucu maddə nə istehsal olunur, nə satılır və nə bu qədər təbliği var.